Hər kəsi salamlayıram, dəyərli yoldaşlar, dəyərli izləyicilər. Bu günlərim bildiyiniz kimi proqramı paylaşmışdım və artıq məlumdur ki, gələn 9-lara və 11-lərə hər birinə picture, story writing, yəni şəkillərə əsasən hekayə yazmaq düşəcək inşallah. Deməli yoldaşlar, bu tapşırıq görək hardan götürülür, daha çox harlarda istifadə edilir. Yəni 3 dənə və bəzən də 4 dənə şəkil, ən azı 35 sözlə hekayə yazmaq. Bu tip tapşırıqlar ancaq Cambridge Cat, yəni task 7 və yaxud da AKK imtahanlarında writing part 7-da düşür. 7 və s. deyirəm indi ümumi olaraq. Deməli, burada necə yazmaq lazımdır? Burada əsasən bizim yazı bacarığımızı, qrammatikamızı, zamanlardan düzgün istifadəni və necə hekayə, story qururuq, bunları yoxlayır. Yəni, Cambridge-ə uyğundur və avtomatik olaraq artıq Cambridge bilirsiniz ki, yəni hal-hazırda ingilis dilində dünya səviyyəsində tanınmış məsələlər Cambridge tərəfindən. Yəni, çox normaldır. Əsasən, hekayəni nə etmək lazımdır? 3 hissəyə bölmək lazımdır. İlk hissə beginning, yəni başlanğıc. Kim sualına, harda sualına və nə vaxt sualına cavab verməlisən. Yəni, orada şəkildə deyək ki, şəkil bu şəkildə olur. Sual da doğrusu bu şəkildə olur. Deyək ki, burada bir oğlan var. Yəni, buna ən az bir ad ver. Oğlan hardadır, məsələn, ona ver və yaxud da deyilən ki, isti bir gün idi və yaxud da soyuq bir gün idi. O şəkildə artıq təsvir olunur. Cümlələri belə başlayın. One day, Tom went to the park. It was sunny morning. Yəni, bu şəkildə başlanğıc verə bilərsən. Sonra middle, yəni bu ikinci şəkildə nə baş verdi? Bunu izah eləməlisən. Və nümunə cümlə, she bought some fruit at the market, suddenly she dropped her apples on the street, her friend helped pick it up. Ending nəticədə sonda nə baş verdi, bunu bildirirsən. Məsələn, she was happy and thankful, they all laughed and went home və yaxud da bu. Və əsasən past simple-da və yaxud da past continuous-da işlətməlisən. Go, went olmalıdır, see olmalıdır, helped olmalıdır, was olmalıdır və yaxud da past continuous, was walking, was eating bağlayıcı söz. Linking və connectorsan istifadə, yəni əvvəlcə, yəni cümlənin əvvəlində başlayanda at first deyə bilərsən. Məsələn, at first he was at home. Sonra then, after that kimi ifadələrdən, yəni hadisəni sən izah edəndə bunlardan istifadə edə bilərsən. Then he went to go to the shop, məsələn. Later, afterwards, later he met the friends. Finally, in the end, yəni finally the went on. Bunda da çox sonluqlarda istifadə eləməlisən. Ondan sonra səbəb nəticə quranda because-dan istifadə eləməlisən. Deməli, yoldaşlar, faydalı ifadələr nədir? Yəni, burada nələr istifadə olunur daha çox? Deməli, baxaq. Məsələn, it was sunny day. Bunu əvvəllərdə, yəni əgər günlü bir şəkil varsa, istifadə edə bilirsən. Suddenly, he don't know what to do. He was surprised. They were happy. They were very happy. Everything ended well. Bu tip deyə bilərsən. Yazı qaydaları, biz bunu essay yazmaqla necə lazımdır mövzumuzda izah eləmişdik ki, introduction, giriş, main part, əsas isə ending, nəticə. Cümlələr çox sadə olsun, amma düzgün olsun. Çox sadə dediyimdə, yəni I am a teacher, I am a student bu şəkildə yox. 35 söz olmalıdır. Yazını oxuyan hadisələri xronoloji olaraq anlamalıdır. Anladın, başa düşdünüz? Yəni ağzınıza gələn, gözünüzə görkən yazmayın. Məsələn, indi bir dənə nümunə var. Nümunəmizi indi oxuyacam. Story-ni yazmışam. Cambridge Cat-in də ümumi qiymətləndirmə meyarlarını deyəcəm. Şəklimiz budur, yoldaşlar. Gördüyünüz kimi bu şəklin təsvirini yazacağım indi sizə. Yazmışam daha doğrusu. Məsələn, it was sunny morning. A girl went to market to buy some apples. After shopping, she walked home with big bag. Suddenly, bag broke
and apples fell on the ground. She quickly picked them up and smiled. It's funny moment for her. Baxın yoldaşlar, birinci marketə getdi, marketdən almanı aldı. Gördüyünüz kimi sumkası, böyük sumkası var və düşdü və onları yığdı. Yəni bu sadə şəkildə bir dənə şəkildə qiymətləndirmə meyarları necə olur? Hadisələr tam təsvir olunubmu, sadədirmi, qrammatika doğrudurmu, düzgün istifadələr, sözlərdən istifadə edilmi, hadisələr ardıcıldırmı, məntiqlidirmi? Yəni yoldaşlar, yəni birinci bunu yazıb, sonra bunlara keçmək olmaz. Yəni bu birinci şəkildirsə, birinci bunu, sonra bunu, sonra da bunu yazırsan. Anladınızmı? Yadda saxlamaq üçün də bəzi fikirlər var PDF-imizdə. Yəni şəkli hər detallı təsvir etməyə ehtiyac yoxdur. Əsas hadisə, yəni bu şəklin ideyası nədən ibarətdir? Buna fikir vermək lazımdır. Keçmiş zamanda sadə və maraqlı formada yaz, başlanğıc və sonluq emosional və tamamlama xarakteri olsun. İnanıram ki, sizin üçün uğurlu deməyək faydalı olar. Sağ olun, salamat qalın.